Naxçıvan şəhərində Vətən müharibəsi iştirakçıları və şəhidlərinin ailə üzvləri ilə bağlı yaradılan psixoloji dəstək xidməti fəaliyyətini davam etdirir. Bu günədək xidmətdə 40-a yaxın şəxslə seanslar aparılıb. Muxtar Respublikada Vətən müharibəsi iştirakçılarının tibbi və sosial reabilitasiya tədbirlərinə cəlb olunması, onlar üçün sosial dəstək tədbirlərinin icrası davam etdirilir. Bu sahədə görülən işlər çərçivəsində Naxçıvan şəhərində Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçılarına dəstək məqsədi ilə psixoloji dəstək xidməti yaradılıb. Xidmət Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Regional İnformasiya Mərkəzində təşkil olunub. Müvafiq kateqoriyadan olan şəxslərə mərkəzin psixoloqu tərəfindən lazımi psixoloji bərpa xidməti göstərilir. Artıq uzun müddətdir ki, Regional İnformasiya Mərkəzində psixoloji xidmətlərimiz davam edir. 30-dan yaxın müraciətlərimiz var və o müraciətlərimiz hələ də davam edir. Uğurlu nəticələrimiz var. İstər şəhid ailələri, istər yaxınları, istər qohumları müraciət etməkdə davam edir. Onların müxtəlif problemlərinə görə müxtəlif meditasiyalardan, müxtəlif terapiyalardan istifadə edərək, onların şuur altına yığışıb qalan neqativ xatirələri silməklə, onların ruh yüksəkliyini artırmaqla, onların ümumiyyətlə hadisələrə baxış yönünü dəyişməklə, onlarda müsbət yönünü nəticələr əldə edirik. Mən bir daha efirdən istifadə edərək bu xidmətdən yararlanmaq istəyənlərə ünvanı qeyd etmək istəyirəm. İnternetə daxil olaraq Nazirliyimizin sosial.enmr.az saytına daxil olaraq qeydiyyatdan keçərək və ya 545 65 26 nömrəsinə zəng vurmaqla və ya 060 263 33 03 nömrəsinə əlaqə saxlayaraq qeydiyyatdan keçərək qəbul konsultasiyaları yazıla bilərlər. Qeyd edək ki, müvafiq kateqoriyadan olan şəxslərin sosial müdafiəsi istiqamətində sistemli və ardıcıl tədbirlər həyata keçirilir. Ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəxslərin ailə üzvlərinin maddi məişət şəraiti yaxşılaşdırılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin diqqət və qayğısı sayəsində təkcə cari il ərzində 14 şəhid ailəsi mənzillərlə, müvafiq kateqoriyadan olan 5 nəfər isə avtomobillərlə təmin olunub. Nazirliyimiz tərəfindən Vətən müharibəsi iştirakçılarının, onların ailə üzvlərinin aktiv məşğulluq tədbirlərə cəlb olunması diqqətdə saxlanılır və bu istiqamətdə zəruri işlər həyata keçirilir. Belə ki, cari il ərzində Muxtar Respublika üzrə 19 şəhid ailəsi, 8 qazi ailəsi, 10 müharibə veteranı özdə məşğulluq proqramına cəlb olunmuşdur və digər məşğulluq tədbirləri ilə bağlı həyata keçirilən tədbirlərdə də bu kateqoriya olan vətəndaşlara daha çox üstünlük verilmişdir. Bu istiqamətdə zəruri işlər həyata keçirilir. Muxtar Respublika üzrə 28 nəfər Vətən müharibəsi qazisinə sağlamlıq imkanları məhdudluğunun təyinatı aparılmışdır. Əhali arasında ictimai maarifləndirmə artırmaq məqsədi ilə Nazirliyin saytında şəhid ailələri və müharibə iştirakçılarına dəstək adlı bölmədə yaradılmışdır. Dəstək fonduna fiziki və hüquqi şəxslər tərəfindən könüllü ianələrin ödənişi davam etdirilir. Mədinə Rəhimli, xanım Rüstəmzadə, İlqar Məmmədov xəbərlər.